Ramazan ayının son günlərini yaşayırıq. Ramazan ayından artıq vidalaşırıq və çox sayılı günlər qalıb Ramazan ayının sonuna. Hansı hisslə insan Ramazan ayını tərk eləməlidir? Hansı halla insan bu böyük ibadət ayından ayrılmalıdır? Bütün ibadətlərin bir afəti var, bir bəlası var. O da ibadətlərin insanı məğrur eləməsidir. İbadətdən sonra qorunmalı olduğumuz ən mühüm məsələlərdən biri məğrurluqdur. İnsan bir ay oruç tutur. O bir ay orucu xarab eləyən orucun yaratdığı mən ola bilər. Mən bir ayda ibadət eləyirəm.